Bir dənə hədis deyəcəm. Maraqlı hədisdə Əmirül Möminindən əleyhissalamdan. Buyurur, əl-qəlbu mushaful bəsər. Qəlb gözün kitabıdır. Yəni gözlərin qələmdir, qələm. Qəlb nədir? Kitab. Yəni nəyə baxırsan yazırsan. Gözün qələmdir, qəlbin kitabdır. İndi bir dənə ayə deyirəm sizə. Qurandan deyirəm ayə. İqra kitabək. Qiyamət günü Allah deyəcək, oxu kitabı. Nə yazımsan oxu. Bismillah. İndi bir dənə hədis deyirəm sizə. Əmirül Mömini deyir, elə yaz ki, sab oxuya biləsən. Deyə bildim? Elə yaz ki, sab oxuya biləsən. Yəni, qiyamətdə milyonlarla insan qarşısına çıxacaqsan. Milyonlarla, milyardlarla insanlarla öz kitabı oxumağa başlayacaqsan cəmiyyətə. Elə yaz ki, oxuya biləsən. Adam gizlində günah eləyir, elə bir şey görmürlər. Allah deyir, görürəm ha. Sən elə bilirsən, görmürlər. Bizən sənə nə qədər görən var? 1. Allah deyir, mən görürəm. 2. Peyğəmbər deyir, Quranda ayədir, Peyğəmbər deyir, mən görürəm. 3. İ'məlu səyərallah əmələkum və rəsuluhu vəl-mü'minun. Möminlərdən məqsəd imamlardır, məsumlar görür. 3. 4. Mələklər görür. 5. Günah elədiyin yer şahid gələcək qiyamət günü. Zaman şahiddir. Sən elə bilsən tənhasan. Sən elə bilsən tənhasan. Tənha deyilsən ki sən. İnsanın ki gözü harama baxdı, qəlb dolur, kitab yazılır. Kitab yazılır. O qədər yazılır, Allah axırda deyir, xatamallah alə qulubihim. Möhrü vurmaq zamanı yetişdi. Ona görə göz idxaldır, müğayət ol.